Qardaşım, gör Allah subhanahu və teala öz mübarək kitabında nə deyir? Buyurur ki, İn ya'lemillahu fi qulubikum xeyran yu'tikum xeyra. Allah sizin qəlblərinizdə xeyri görsə, sizə daha çox xeyir verər. Əzəmətli ayədir. İmam İbn Qeym rahimehullah El-Fəvaid kitabında bu ayə barəsində görün nə deyir? Buyurur ki, insanın qəlbində olan o rəğbətin, xeyrin, himmənin, iradənin miqdarında Allahın insana müvəffəqiyyəti və yardımı gəlir. Yəni, sən istəsən ki, Allah subhanahu və teala səni xeyirlərə müvəffəq etsin, onun ianəsi, yardımı, kömək gəlsin sənin üzərində. Allah subhanahu və teala sənin qəlbində o xeyri görməlidir. Həmin o qəlbində olan xeyrin miqdarında Allahın tövfiqi, müvəffəqiyyəti və yardımı insanın üzərinə nazil olur. Ona görə çalış, daima xeyir niyyət elə. Daima qəlbində xeyir olsun. Qoy Allah subhanahu və teala görsün sənin qəlbində o xeyri. Onda nicat tapacaqsan.